Həftəlik bürclər, dolça əkizlər, tərəzi bürclərini, hava ünsürlərini 6 iyuldan 13 iyula doğru nələr gözləyir? Birinci dolçalardan başlasaq, əslində dolçalar qəribə bir vəziyyətdəsiz. Bu həftə biraz şübhəli, bu həftə biraz narahat olacağınız, bu həftə biraz qərarsızlıqda olacağınız, bu həftə qorxularda olacağınız bir nüansdır. Elə bir vəziyyətdəsiz ki, bu həftə bacarırsınızsa şəxsi həyat, ailə ilə əlaqədar ətrafından, sosiallıqla, həyatınızda dəyər verdiyiniz insanlarla bağlı heç nə mübahisə və belə deyim də dəyərləndirmək, kimin doğru olub, kimin səhv olduğunu araşdırmaya ehtiyac yoxdur. Çünki istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz, səhv anlamda olacaqsınız, insanların belə deyim də doğru şəkildə sizi anlamayacağını görəcəksiniz və özünüzü aktivləşdirə bilməyəcəksiniz zamanla əlaqədar olaraq. Bir balaca dəngəni stabil şəkildə qura bilməyəcəksiniz və enerjiləriniz tam boşluqda olacaq. Dövlətlə, rəsmiyyətlə əlaqədar, sənədlə əgər ev tapusu ilə, evlə əlaqədar, mülklə əlaqədar nəsə problemləriniz varsa, bu həftə onların hamısını gözəl şəkildə həll edə bilərsiniz, dolçalar. Problem yoxdur. Maddisal sfera baxımından, sənədlə, iş dəyişməklə, kontraktlar bağlamaqla əlaqədar məsafəli nəsə işləriniz varsa, mükəmməl şəkildədir və öz həftənin sonlarına doğru dolçalar özünüzü tamamlamağa bacaracaqsınız. Amma şəxsiyyətlə əlaqədar o ağlınız yoxdur. Emosionallığınız, düşünmədən danışıqlarınız, hər şey şübhəviz, güvənsizlikləriniz, keçmişin gələcəyə doğru qaytarmağınız sizi bir balaca belə deyim də narahat edici bir vəziyyətə salacaq, lazımından tez vulkanın püskürməsinə səbəb olacaq və səhv mövqedə olacaqsınız. Buna fikir versəz, ümumi həftəni dəyərləndirə bilərsiniz 72%-ə qədər. Amma bu həftənin uğurlarından biri də əkizlər sizlərsiniz. Əkizlər bürcü sevgi, şəxsi həyat, ailə, münasibət, yeni tanışlıq və əgər subaysızsa və yaxud da yalnızsızsa, yeni tanışlıqların, yeni bir münasibətlərin başlanğıcı ola bilər əkizlər. Nə yarımçıq işləriniz varsa, bu həftə o enerjiləriniz var, o yeni bir qapılarınız var ki, özünüzü o həmin o yarımçıqlara doğru tamamlaya bilərsiniz. Bu həftə böyük qərarlar verəcəksiniz. Öz ağlınızı, öz məntiqinizi bildirməyə çalışacaqsınız ki, yəni mən bu gücə sahib olan bir insanam və o gücünüzü də bu həftə yüksək səviyyədə əkizlər sərt danışığınızla, məntiqinizlə, strategiyinizlə bildirəcəksiniz və uğurlu şəkildə də bildirəcəksiniz. Ümumi dəyərləndirsək, pul maddiyyat sizə doğru gələcək, amma pul maddiyyatın gəlişi ilə gedişi eyni səviyyədə olacaq və stabilləşdirə biləcəyinizi tam olaraq, gedişat olaraq görmədim. Amma buna baxmayaraq ağlınızı işlədərək hər şey, elə bir bütün daşları eyni səviyyədə qoyacaqsınız və həftənizi sağlam formada apara bilərsiniz. Sadəcə boğaz nəfəs sisteminizlə əlaqədar olaraq bir də mədə, qida borusuna əlaqədar problemləriniz ola bilər, mədə bağırsaq. Onlara fikir versəz, ümumi həftəni dəyərləndirsə, əkizlər 84%-ə qədər uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər sizi tutmaq olmur. Çünki o qədər qəribə bir vəziyyət. Bugün xoşbəxtəm, sabah narahat vəziyyətdəyim. O birisi gün hər şeydən uzaqlaşmaq istəyirəm. Yeni insanların diqqətini istəyirəm. Nə istədiyiniz tərəzilər bəlli olmayan bir vəziyyətdəsiz. Yəni bu həftə elə bir korlaşmış bir vəziyyətdə olacaqsınız ki, insanların sizə qarşı rəftarlarını qabaqcadan bilmək, hər şeyi dərk etmək, çox bilmiş olduğunuzu bildirməyə çalışacaqsınız. Amma gedişat sizin kimi deyil. Yəni sizin düşündüyünüz şəkildə tərəzilər olacağına inanmıram mən. Açıq deyim, sürətiniz normadan çoxdur, okey. Belə deyim də pul maddiyyatla əlaqədar istəkləriniz çoxdur. Bu həftə hara getmək istəyirsə səyahəti olaraq, yer dəyişimi olaraq mükəmməl şəkildə yerinizi dəyişə bilərsiniz. Bu həftə pul maddiyyatla egoistlik arasında, nəfs arasında bir balaca özünüzdə qeyri-tarazlıqda olacaqsınız. İstəyirəm, məndə olmalıdır, mən pul maddiyyata doğru güclənməliyəm, bu adım. Böyük bir pul maddiyyatla əlaqədar tərəzilər səhv addımlar ata bilərsiniz. Bunlara fikir verin, uçuruma getməyinizi istəmirəm. Məntiqinizi işə salsaz, bəli, mükəmməl şəkildə, hər şey gözəl şəkildə, belə deyim də, zamanında idarə edə bilsəz, həftənizi 73%-ə qədər uğurlu edə bilərsiniz. Amma mən inanmıram zamanında edəcəksiniz, çünki burada peşmançılıq zamanla əlaqədar olaraq narahat olacağınız bəzi məqamlar var tərəzilər.